Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Cəlilabad rayonu Göytəpə şəhər sakini 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qəsdən öldürülməsi müəyyən edilib. İstintaq və əməliyyat axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynulayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün basdırmasına əsaslı şübhələr müəyyən edilib. Xəyalə Xəlilovanın meyitinin basdırıldığı yer müəyyən olunaraq, prokuror kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb. Aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Elnur Eynulayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.